Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Xankəndi şəhərində səyyar oftalmoloji tibbi aksiya keçirilir. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa tikinti və idarə etmə xidmətinin ictimaiyyətlə əlaqədar şöbəsinin verilən məlumata görə avtomobil səyyar klinikası vasitəsilə təşkil olunan aksiya dekabrın 19-na dək davam edəcək. Tədbir çərçivəsində əhali ödənişsiz göz müayinəsindən keçirilir, görmə pozuntuları erkən mərhələdə aşkarlanır və zəruri tibbi məsləhətlər verilir. Aksiyanın əsas məqsədi bölgə sakinlərinin görmə sağlamlığının qorunması, diaqnostikası və profilaktikasının gücləndirilməsidir. Müayinələr müasir tibbi avadanlıqlar və ixtisaslı həkim heyəti tərəfindən aparılır. Qeyd edək ki, azad edilmiş ərazilərdə tibbi xidmətlərin təşkili dövlətin səhiyyə siyasətinin mühüm istiqamətlərindən biridir və bu kimi aksiyalar əhalinin ixtisaslaşmış tibbi yardıma əlçatanlığını artırmağa xidmət edir. Xuraman Aydın qızı Həcər Həsənova, Şamxal Adıgözəlov bugün informasiya proqramı üçün.